Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bugün 5 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu siniflər üçün olan buraxılış imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş test tapşırıqlarının izahına baxırıq. 57-ci sualdan başlayaq. Kubun neçə tili var? Bu şifahi sualdır. Kubun 12 tili var. 58-ci suala baxırıq. 30 və 36 ədədlərinin əbobunun tapılmasını istəyir. İlk öncə 30 və 36 ədədlərini sadə vurğularına ayıraq. Daha sonra ortaq vurğuları seçək və hasilini tapaq. Cavab olacaq 6. 59-cu suala baxırıq. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Vüqarı x desək, Həsən olacaq 7x. Əlinin qazanma ehtimalının 2 mislidir. Deməli, Həsənin qazanma ehtimalı əlinin qazanma ehtimalının 2 mislidirsə, o zaman əlinin qazanma ehtimalı 3/5x-dir. Gəl rahatlıq olsun deyə uşaqlar hər birini 2-yə vuraq. Olacaq 2x, 7x, 14x. Görə bizdən nə istəyir? Buna görə yarışmanı əlinin qazanma ehtimalını tapın. İndi biz ehtimal taparkən ehtimal əlverişli halların sayının mümkün halların sayına nisbətinə bərabərdir. Əlverişli hal bizdə əlinin qazanma ehtimalını istəyir. Əlinin qazanma ehtimalı 7x qədərdir. Bütün mümkün halların sayı isə 14x, 7x və 2x-in cəmi olan 23x-a bərabərdir. İndi burada x-lar ixtisar getsə 23-də 7 C variantına bərabərdir. 60-a baxırıq. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, 30 hektardan 42 hektara artıb. 12 hektar artıb. Neçə faiz artdığını tapmaq üçün 12-ni bölərəm əvvəlki sahəyə, vuraram 100%. İndi burada ixtisarlarımızı aparsaq, 4-də ona vuranda oldu 40% artıb E variantı. Deməli, uşaqlar 61-ci suala baxırıq. Y bərabərdir 5x çıxılsın 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinat uşaqlar y oxuna işarə edir. Deyir ki, y 3-dür. Apsis yəni x-i tapın. 3 bərabərdir 5x çıxılsın 17. Tənlik kimi yanaşsaq, 17-ni keçirsəm mən sol tərəfə işarə dəyişəcək. 3/17 bərabərdir 5x. 5x bərabərdir 20, x bərabərdir 4. Yəni E variantı. 62-yə baxırıq. Deməli, K-nın hansı ən böyük qiymətində verilmiş cəmin qiyməti düzgün kəsir olsun və K rəqəmdir. Deməli, ilk öncə uşaqlar verilmiş bu kəsiri mən adi kəsirə çevirəcəm. Biz bilirik ki, verilmiş mötəzən sayı qədər 9, çöldəkin sayı qədər 0. Sonra verilmiş 4K ədədindən çöldəki olan 4-ü çıxıram, üstə gəl. Yenə həmin xassəni bura tətbiq edirəm. Mötəzən sayı qədər 9, çöldəkin sayı qədər 0, bütöv K4 ədədindən çöldəki K rəqəmini çıxırıq. İndi gəlin baxaq. Ortaq məxrəc onsuzsa məxrəcə bərabər olduğu üçün 90-dır. İndi burada verilmiş 4K ədədini vahidlərə ayıraq. Olacaq 40 üstə gəl K çıxılsın 4, üstə gəl. İndi 10K üstə gəl 4 çıxılsın K. İndi uşaqlar burada mənfi K, müsbət K islah getdi. Yerdə nə qaldı? 90-da 40, demək burada mənfi 4-ü müsbət 4-də islah getdi. Qaldı 40 üstə gəl 10K. Bizə deyir ki, K-nın hansı ən böyük qiymətində düzgün kəsir olsun. Biz uşaqlar K-nın yerinə rəqəm qoymalıyam. K-nın yerinə mən 0 qoya bilərəm. 10 vur 0, 0. 0-ın üstə 40 gələndə 90-a 40 düzgün kəsirdir. Daha sonra 1 də qoyarım. 10 vur 1, 10. 10 üstə gəl 40, 50. 90-da 50 düzgün kəsirdir. 2-yə baxaq. 10 vur 2, 20. 20 üstə gəl 40, 60. 90-da 60 düzgündür. Daha sonra 3 qoysaq. 10 vur 3, 30. 30 üstə gəl 40, 70. 90-da 70 düzgün kəsirdir. Daha sonra 4-ə baxaq. 10 vur 4, 40. 40 üstə gəl 40, 80. 90-da 80 düzgün kəsirdir.
İndi 5-i qoysaq, 10 vur 5 50, 50 üstə gəl 40, olacaq 90. 90-da 90 artıq düzgün olmayan kəsirdir. Bizə deyir ki, ən böyük qiymətin düzgün kəsir olsun. Deməli, o da 4-dür. Cavab oldu B variantı. 63-ə baxırıq. Verilmiş tənklər sistemini həll edin deyir. Biz bunu əvəz etmə üsulu ilə həll edək. Gətirək ikinci tənkdə y-in yerinə 2x yazsaq, olacaq 5x üstə gəl 2x bərabərdir 21. Buradan alırıq ki, 7x bərabərdir 21, x bərabərdir 3. Əgər x 3-dürsə, o zaman y-də 2 vur 3, 6-ya bərabərdir. 3, 6 cavab oldu B variantı. 64-də baxırıq. Deməli, dairənin radiusu 5 dəfə artsa, onun sahəsi neçə dəfə artar? Dairənin deməli sahəsi Pierre kvadratı düsturu vasitəsilə hesablanır. Əgər radius 5 dəfə artsa, sahə 5-in kvadratı qədər, yəni 25 dəfə artar. E variantı. Daha sonra baxırıq 65-ə. Deməli, A bərabər 4də 1 olarsa, 3 üstü mənfi 2A vurulsun, 3 üstü 6A ifadəsinin qiymətini tapın. İlk öncə uşaqlar, biz natural üstü qüvvət mövzusundan bilirik ki, əgər əsaslar eynidirsə, vurmadırsa, qüvvətlər toplanır. Yəni, 3 üstü mənfi 2A üstə gəl 6A. Olacaq 3 üstü 4A. Və A-nın qiyməti 4də 1-dir. Gətirib 3 üstü 4 vurulsun, 4də 1. İxtisar aparsa olacaq 3 üstü 1. Yəni 3. O da oldu D variantı. 66-ya baxırıq. Deməli, 2 vurulsun kök altına 25. Bundan çıxacaq 5. Kök altın 16-dan 4 çıxacaq. Kök altında 9-dan 3 çıxacaq. Oldu 2 vur 5 çıxılsın 4. Üstə gəl 2 vur 3. Hesablasaq 10 çıxılsın 4. Üstə gəl 6. 6 üstə gəl 6, nəticə 12 D variantdan bərabərdir. 67-ci suala baxaq, verilmiş tənin hesablanmasını istəyir. Gəlin çarpaz vuraq. Mənfi 3 vurulsun x bərabərdir 12 vurulsun 4. Mənfi 3x bərabərdir 48. X də bərabərdir 48-i böləcəm mənfi 3-ə. X oldu mənfi 16. A variantı. 68-ə baxırıq. Deyir ki, düz xəttdən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 maat çəkilmişdir. Deməli, düz xəttdən 4 sm məsafədə yerləşən nöqtə var. Bu nöqtədən düz xəttdə hər birinin uzunluğu 5 sm olan 2 maat çəkilmişdir. Aydın məsələdir ki, verilmiş düz xəttdə həmin nöqtə perpendikulyardır. O zaman mən bu verilmiş x-i Pifaqor teoremi vasitəsilə tapa bilərəm. X-in kvadratı üstə gəl 4-ün kvadratı bərabərdir 5-in kvadratı. X-in kvadratı üstə gəl 16 bərabərdir 25. X-in kvadratını tapanda 25-də 16 çıxırıq 9. X da bərabərdir 3. O zaman uşaqlar burada 3-dür. Bizə nə istəyir? Deyir ki, maillər oturacaqlar arasındakı məsafəni tapın. 3 üstə gəl 3, cavab oldu 6 sm D variantı. 69-a baxırıq. Deməli, A və B ədədlərin əbobu 5-ə bərabərdir. A vur B hasili 75 olarsa, A üstə gəl B cəmini tapın. Demək olar, A və B ədədlərinin əbobu 5-ə bərabərdirsə, mən A 5x, B-nin yerinə 5y yaza bilərəm. Gəlin A vur B hasilindən nəzərə alsaq, 5x vurulsun 5y bərabərdir 75. 5x-i 5y-ə vuranda olacaq 25xy bərabərdir 75. Xy hasili oldu 3. İndi uşaqlar, 3 burada 1 və 3 ədədlərin hasilinə bərabərdir və yaxud da 3-dən 1 fərqi yoxdur. O zaman A olacaq 5 vur 1, 5. B olacaq 5 vur 3, 15. Bizə deyir ki, A üstə gəl B cəmi tapın. Yəni 5-in üzərinə 15 gəlsə olacaq 20. İndi kimsə deyə bilər ki, müəllimə, niyə 3-dən 1 qoymadınız? Gəlin, x-in yerinə 3, y-in yerinə 1 qoysaq. O zaman A bərabərdir 5 vur 3, 15. B də olacaq 5y, yəni 5 vur 1, 5.
O zaman bunların cəmi yenə 20-dir. 70-ə baxaq, verilmiş tənliyin hesablanmasını istəyir. Gəlin vurub açaq. Deməli, baxıram ki, bu ikisi bizə müxtəsər vurma düsturunu xatırladır. A kvadrat çıxılsın B kvadratının açılışıdır. Yəni, A çıx B, A üstəgəl B. Deməli, burada olacaq 2x-in kvadratı çıxılsın 1-in kvadratı çıxılsın. Gəl vurub açaq. 4x-in kvadratı mənfi 4x-in mənfi 3-ə vuranda olacaq müsbət 12x bərabərdir 35. İndi burada oldu 4x-in kvadratı çıxılsın 1, çıxılsın 4x-in kvadratı üstəgəl 12x bərabərdir 35. İndi uşaqlar, mənfi 4x kvadrat, müsbət 4x kvadrat islah getdi. Yerdə qaldı 12x çıxılsın 1 bərabərdir 35. 12x bərabərdir. Mənfi 1-i keçirsəm sağ tərəfə olacaq 35 üstəgəl 1. 12x bərabərdir 36. X da bərabərdir 3. Cavab oldu C variantı. 71-ə baxırıq. Deməli, AC 7 cm, CB 14 cm olarsa, AB-ni tapın. AB 7 və 14 ədədlərin cəmi 21-ə bərabərdir. Cavab oldu D. Daha sonra 72-yə baxırıq. B və D bucaqlar bir-birinə bərabərdir. Gəlin, hər ikisini alfa ilə işarə edək. Deməli, uşaqlar, verilmiş bucaqlar bir-birinə qarşılıqlı olduğu üçün bir-birinə bərabərdir. Bura bir beta, beta. O zaman A və C bucaqları bir-birinə bərabərdir, qamma. AB bərabərdir OC, bərabərdir 6 olarsa, AB 6, OC 6 deyirik. AO 5 olarsa, CD-ni tapın deyir. Burada baxıram ki, AO B3 bucağı ilə CO D3 bucağı bir-birinə oxşardır. O zaman uyğun bucaqların qarşısında duran tərəflərin nisbəti bir-birinə bərabərdir. Alfanın qarşısında duran 5-in alfanın qarşısında duran 6-ya nisbəti bərabərdir. Betanın qarşısında duran 6-nın betanın qarşısında duran x-a nisbəti. Gəlin çarpaz vuraq. 5x bərabərdir 36. X-i tapanda da 36-nı bölürəm 5-ə. Olacaq 7,2. 73-ə baxırıq. Verilmiş bərabərsinin ən kiçik tam həllini tapın deyir. Deməli, uşaqlar, burada 3 çıxılsın kök altında 10. Bu 3 kök altında 9 deməkdir. Aydın məsələdir ki, kiçik ədəddən böyük ədəd çıxanda nəticə mənfi olur. Və bərabərsizlikdə biz bunun işarəsini mənləşdiririk. Oldu mənfi x kiçikdir, mənfi 5/5. Və bərabərsinin hər tərəfini mənfi ədədə vuranda, böləndə işarə dəyişəcək. O zaman x böyükdür 5/5-dən. Bu bərabərsinin ən kiçik tam həlli 6-dır. 74-ə baxırıq. Diaqramda A və B çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdi. 4 vurulsun A və B çoxluqların fərqi, deməli A çoxluğunun B çoxluğunun fərqi uşaqlar. Bu hissədir. 4 vurulsun 2x üstəgəl 8 bərabərdir A və B çoxluqların birləşməsi. Yəni, ayrı-ayrı bu hissələrin cəmi. Gəlin toplayaq. 2x üstəgəl 8 üstəgəl 3x üstəgəl 1 üstəgəl 4x üstəgəl 5. Gəlin hesablayaq. 8x üstəgəl 32 bərabərdir. İlk öncə dəyişənlər toplasaq. 2x üstəgəl 3x üstəgəl 4x nəticə olacaq 9x. 8 üstəgəl 1 üstəgəl 5 oldu 14. İndi 9x-i sol tərəfə, 32-ni sağ tərəfə keçirsək, 8x çıxılsın 9x bərabərdir 14 çıxılsın 32. Mənfi x bərabərdir mənfi 18. X da bərabərdir 18. Bizə nə istəyir? B çoxluğunun A çoxluğuna fərqinin elementlər sayı. Bu da uşaqlar 4x üstəgəl 5-dir. X-in yerinə 18 qoysaq 4 vur 18 üstəgəl 5. Olacaq 72 üstəgəl 5, nəticə 77-yə bərabərdir. 75-ə baxırıq, verilmiş kəsri ixtisar edin deyir. Deməli, 4 vurulsun, 12-ni uşaqla vuruqlarını ayırsaq, 3 vurulsun, 2-nin kvadratı edir və qüvvəti n-dir.
Daha sonra 3 üstü n vurulsun 3 üstü -1 vurulsun. Bu ifadə mən belə yazıram. 2 üstü 2n vurulsun 2 üstü 1. Çünki vuranda qüvvətlər toplanır. Daha sonra 4 vurulsun. Burada n qüvvəti həm 3-ə, həm də 2-nin qüvvətinə aiddir. 3 üstü n, 2 üstü 2n, daha sonra 3 üstü n vurulsun 3 üstü -1 vurulsun 2 üstü 2n vurulsun 2 üstü 1. İxtisarlarımızı aparaq. 2 üstü n-lər ixtisar getdi. 3 üstü n-lər ixtisar geldi. Baxaq. Qaldı yerdə. Deməli, bu 2 ilə də bu 4 ixtisar gedəcək, qalacaq 2. 2 bölünsün 3 üstü -1. Uşaqlar 3 üstü -1 də 3də 1 deməkdir. Nəticə oldu. 2-ni bölürəm 3də 1-ə. Kəsilən bölünməsində uşaqlar birinci olduğu kimi qalır. Vuracam ikincinin tərsini. 3də 1-in tərsi də 3'dür. Nəticə oldu 6. 76-cı suala baxırıq. ABCD düzbucaqlısında AM DM-ə perpendikulyardır. AB 6 sm, AM 12 sm-dir. ADM-in dərəcə ölçüsünü tapın. Bizdən nə istəyir? ADM-in, yəni bu hissəni istəyir. Demək uşaqlar, düzbucaqlının hər bir bucağı 90 dərəcədir. Daha sonra baxıram ki, 90 dərəcə qarşısında duran tərəf 12-dirsə, biz bilirik ki, 30 dərəcə qarşısında duran tərəf 90 dərəcə qarşısında duran tərəfin yarısıdır. Demək, bura oldu 30 dərəcə. O zaman bura qaldı 60 dərəcə. A bucağı 90 dərəcədirsə, bura qaldı 30 dərəcə. Daha sonra 90 dərəcə, 30 dərəcə, o zaman alfa qaldı 60 dərəcə. 77-ci suala baxırıq. Rəhim birinci gün kitabın 40%. İkinci gün 5%. Üçüncü gün qalan. Deməli, birinci gün 40, ikinci gün 5, ümumilikdə 45. 100-dən də 45 çıxanda qaldı 55. Deyir, üçüncü gün qalan 110 səhifəni, yəni 55% 110 səhifədir. 110 səhifəni oxuyub qutardı. Kitabda neçə səhifə olduğunu tapın. Kitabda neçə səhifə olduğunu tapın deyirsə, yəni biz 100%-i axtarırıq ki, görərsən bu kitab ümumilikdə neçə səhifədir, o da x-dir. Çarpaz vursaq, 55x bərabərdir, 110 vurulsun 100. 55 ilə 110 ixtisar gedəcək, alacaq 2. 2-ni də 100-ə oranda nəticə oldu 200. Gəldik ətraflı yazılı tələb olunan suallara. 78-ə baxırıq. Düzxətli yol boyunca 85 ağac əkilmişdi. Hər qonşu 2 ağac arasındakı məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri S idi. A və S ağacları arasındakı məsafənin S və B ağacları arasındakı məsafəyə nisbəti 3/4-dür. Buna görə S ağacı A ağacından başlayaraq neçənci ağacdır? Deməli, S ağacı A və B ağacları arasındadır. Təxminən buradadır, tutaq ki. Deyir ki, A, S-nin S-B nisbəti 3/4-dür. 3x, 4x arasına yazdım. Daha sonra uşaqlar, mən belə bir, deməli, üsul başa salmaq istəyirəm. Tutaq ki, bizdə fikir verin 3 dənə ağac var. Həmin ağaclar arasında fikir verin 2 dənə aralıq var. İndi bizə 85 dənə ağac varsa, o zaman arasından olan məsafələrdə 84 dənədir. Yəni, deyir ki, düzxətli yol boyunca 85 ağac əkilmişdi. Deməli, 84 dənə ara var. 3x üstəgəl 4x bərabərdir 84. Buradan tapırıq ki, 7x bərabərdir 84. X da bərabərdir 12. O zaman A-dan S-yə qədər, deməli, 3 vur 12, 36 ara var. S-dən B-yə qədər 4 vur 12, 48 ara var. Bizə deyir ki, buna görə S ağacı A ağacından başlayaraq neçənci ağacdır? Deməli, bizdən vermiş bu ağacı istəyir. Mən 36-nı ara tapdım. Bayaqları ağacı araya çevirəndə, ümumiyyətlə bu ağac aralıq məsələlərinə aiddir. Ağac sayı ara sayının 1% çoxdur. Yəni, əgər 36 ara varsa, o zaman ağac sayı 1% çox 37-dir. Yəni, cavab oldu 37.
79-cu suala baxırıq. Deyir, iti bucağının tən böləni trapesiyanın iki oxşar üçbucağa ayırır. Deməli, bir dənə trapesiya çəkirəm. İti bucağının tən böləni alfa. İki oxşar üçbucağa ayırır. Oturacaqları 7 və 28 olarsa, trapesiyanın perimetrini tapın. Yəni, bütün tərəflərini tapmalıyam ki, mən cəmi tapa bilim. Deməli, uşaqlar, trapesiyada verilmiş oturacaqlar bir-birinə paraleldir. O zaman burada mən həmişəsi dəstə edirəm. Z qaydası var. O zaman bura alfadır. Aha, deməli, verilmiş bu hissə bir-birinə bərabərdirsə, çünki uyğun bucaqların qarşısında duran tərəfləri bir-birinə bərabərdir. Alfanın qarşısı 7-dir, deməli, bu alfanın qarşısı 7-dir. Daha sonra digər bucağı bir beta adlandırıram bura. Daha sonra indi bu üçbucaqlar əgər iki oxşar üçbucağa ayrıbsa, yenə burada 2 alfa və 1 beta olmalıdır. İndi uşaqlar düşünür ki, müəllimə görəsən bura alfa yazıram yoxsa beta? Uşaqlar, mən bura beta yaza bilmərəm. Niyə? Çünki mən bura beta yazmışam və bura kör bucaqdır, amma bura iti bucaqdır. Yəni, hər ikisi beta ola bilməz. Mən vermiş bu alfanı siləcəm. Bu beta olmalı. Beta yox, alfa olmalıdır. Burada beta. Daha sonra mən burada baxıram ki, vermiş burada da alfa var, burada da alfa var. Onların qarşısında duran tərəfləri bir AA yazım. Deməli, mən bu verilmiş alfanın qarşısındakı A-nı tapsam, yan tərəfdə tapmış olacam və perimetri tapmış olacam. Deməli, uşaqlar, biz bunu, gəlin baxaq, uyğun bucaqların qarşısında duran tərəflərin nisbətinə görə hesablayaq. Alfanın qarşısında duran 7-nin, alfanın qarşısında duran A-ya nisbəti bərabərdir. Daha sonra, betanın qarşısında duran A-nın, betanın qarşısında duran 28-ə nisbəti. Çarpaz vursaq, A-nın kvadratı bərabərdir. 7 vur 28, 28-i 7 vur 4 şəklində yazsaq. Olacaq A kvadratı bərabərdir 7-nin kvadratı vurulsun. 4-ün yerinə 2-nin kvadratı yazıram. Buradan tapıram ki, A bərabərdir 7 vur 2, yəni 14. Deməli, A oldu 14. Perimetri tapanda bütün deməli tərəfləri toplayacağam. Bu hissəsini burada yazım. Deməli, perimetr bərabərdir 7 üstəgəl 7 üstəgəl 14 üstəgəl 28. 14 üstəgəl 14 üstəgəl 28. Buradan da cəmi tapırıq 56. 80-ci suala baxırıq. Deməli, sahəsi S2 bərabərdir x kub üstəgəl 2x kvadrat üstəgəl 8x üstəgəl 16 düsturla verilən düzbucaqlı formasında metal lövhədən sahəsi S1 bərabərdir x kub üstəgəl x kvadrat üstəgəl 12x üstəgəl 12 düsturla verilən düzbucaqlı formasında hissə kəsildi. Deməli, bütün S1 sahəsindən S2 sahəsindən üzr istəyirəm. S1 sahəsindən çıxırıq. İndi S2-nin düsturu var bizdə. X kub üstəgəl 2x-in kvadratı üstəgəl 8x üstəgəl 16-dan çıxacam S1-i. Yəni, x kub üstəgəl x-in kvadratı üstəgəl 12x üstəgəl 12. Demək uşaqlar, qarşısı mənfi varsa bu mötəzənin içində olan hər bir ifadənin işarəsi dəyişəcək və hamısı müsbətdə olacaq mənfi. Daha sonra mənfi x kubu, müsbət x kubu islah getdi. 2x-in kvadratından x kvadratın çıxanda x-in kvadratı qaldı. 8x-dan 12x çıxanda mənfi 4x. 16-dan 12 çıxanda nəticə oldu 4. Baxıram ki, bu bizə bir düstur xatırladı, müxtəsər vurma düsturundan. X çıxılsın 2-nin kvadratıdır. Deməli, deyir ki, düzbucaq formasında hissə kəsildi. Bu hissədə uşaqlar, bax, buradır. Burada olacaq x çıxılsın 2-nin kvadratı. Şəkildə verilənlərə əsasən qalan hissənin m-nini x ilə ifadə edin və x-in ən kiçik tam qiymətində, hansı ən kiçik tam qiymətində məsələn həlli var. Demək uşaqlar, bura x çıx 2-dirsə, qarşı tərəfdə x çıxılsın 2-dir.
Sahə nəyə bərabər düzbucağın sahəsi? M vurulsun uzunluq. Yəni M-i x çıxılsın 2-yə vuranda sahəni alıram mən. X çıxılsın 2-nin kvadratı. Buradan da mən x çıxılsın 2-ni vurublarına ayırsam, x çıx 2, x çıx 2 alıram. Bu x çıx 2-lər ixtisar getsə, M-in özündə x çıx 2 alıram. Yəni deyir ki, verilmiş qalan hissəsinin MN-ni x çıxla ifadə edin. Yazım x çıxılsın 2. Və biz bilirik ki, verilmiş düzbucaqlının hər hansı bir tərəfinin eni və uzunluğu natural qiymətlə ifadə olunmalıdır. Yəni, sıfırdan böyük olmalıdır. Bu zaman x böyükdür 2 tapırıq. 2-dən böyük qiymətdə 3-dür. Nəhayət sonuncu suala baxırıq. X kvadrat üstə əgəl y kvadrat üstə əgəl x çıxılsın 5y bərabər 29,5 təni ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın deyir. Ümumiyyətlə, çevrənin təni bu formadır. X çıxılsın a-nın kvadratı üstə əgəl y çıxılsın b-nin kvadratı bərabərdir r-in kvadratı. İndi gəlin biz bu formaya salaq. X-in kvadratı üstə əgəl x. Daha sonra uşaqlar, biz müxtəsər vurma düsturuna görə bilirik ki, bu ortadakı 2 vurulsun birinci ilə ikincinin hasilidir. Mən 2 vurulsun, mən birinci ilə misal verirəm 1-dir. Əgər bunun özü 1 alınıbsa, demək mən bunu 2-də 1-ə vurmuşam. Demək növbəti olacaq 2-də 1-in kvadratı. 2-də 1-in kvadratı biz bilirik ki, 4-də 1-dir. Yəni, bura 4-də 1 yazaq. Bir də bu 4-də 1-i mən özüm əlavə etdiyim üçün 4-də 1-də çıxacam. Daha sonra üstə gəl y-in kvadratı çıxılsın 5y. Bax, həmişə ümumiyyətlə belə deyim də, yadda saxlayın ki, bu ifadəni 2-yə bölmək lazımdır. Verilmiş 5-i 2-yə böləndə 2/5 və yaxud da 2-də 5. O zaman 3-cü hədd 2-də 5-in kvadratı olmalıdır. Yəni 2/5-in kvadratı altdan %25. Bunu mən özüm əlavə etdiyim üçün özümdə çıxacam. Bərabərdir 29,5. İndi gəlin baxaq uşaqlar. Bu üçü birlikdə bizə bir düstur verir. Daha sonra bu üçü bizə düstur verir. Bu düsturlar hansılardır? Bu düstur x çıxılsın 2-də 1-in kvadratıdır. Digər yaşılla işarələdiyim hissədə y çıxılsın 2-də 5-in kvadratıdır. Daha sonra mənfi 4-də 1 ilə mənfi 4-də 25-i sağ tərəfə keçirəcəm. 29,5 üstə gəl 4-də 1 üstə gəl 4-də 25. Deməli uşaqlar, verilmiş sağ tərəfin cəmi olacaq 36. Bizə indi artıq r-in kvadratın 36-ya bərabər olduğunu tapdıq. R kvadratı 36-dırsa, o zaman radiusun özü 6-dır. İndi gəlin baxaq, deyir ki, çevrənin daxilinə çəkilmiş kvadratın sahəsi. Bir dənə çevrə var, daxilinə kvadrat çəkəcəm. Və radiusda bir saniyə səliqəsiz oldu. Radiusda 6-dır. O zaman baxıram ki, məndə diametr və yaxud da diagonal 12-dir. O zaman mən sahəni tapa bilərəm. S bərabərdir D kvadrat bölünsün 2. D tapmışam 12, kvadratı 144 bölünsün 2. Nəticə də oldu 72. Sağ olun, salamat qalın. Gələcək izahlarımızda görüşərik.